Salam, hər vaxtınız xeyir. Qarışlaq News 24 kanalının dəyərli izləyiciləri. Bugün bizim hamımızın istəklisi və sevimlisi Nurlan bəyin yaratdığı Qarışlaq News 24 kanalının 7 yaşı tamam olur. Artıq 7 ildir ki, bu ərsəyə gəlir. Bu münasibətlə mən sizin hər birinizi təbrik edirəm. Xüsusən də Nurlanı təbrik edirəm. Nurlan, sən olduqca böyük bir işə imza attın. 7 il bundan qabaq başlayanda hələ sən bu işin asanasındaydın və bu 7 ildə çox əziyyətlər çəkdin, çox sınaqlardan çıxdın və üzə çıxdın. Sənin sayəndə Qarışlaq News 24 kanalı olduqca geniş əhatəli bir hala gəldi, çatdı. Bizim öz doğma kəndimizin, bütün doğma laçınlarımızın, digər insanların bu qrupa üzv olması və bundan bəhrələnməsi olduqca gözəl bir haldır. Sənin sayəndə insanlar bir-birinə məlumat aldılar. Məlum hadisələrlə əlaqədar bizim köçkünçülük həyatımız başlamışdı və insanlarımız bir-birindən aralı düşmüşlər, uzaq düşmüşdülər. Və bir-birindən vaxt vədəsində məlumat ala bilmirdilər. Sənin sayəndə, bu yaratdığın Qarışlaq 24-ün sayəsində artıq bütün bizim cəmaatımız daim əlaqə saxladılar, məlumat aldılar və eyni zamanda sən məlumatlandırdın. İnsanlarımızın həyatdakı hadisələri, başlarına gələn işlər, məclisləri, toy şənlikləri və digər məclislər haqqında sən vaxtlaşır məlumat verdin. Hansı ki, biz elə hərəmiz bir tərəfdə məlumatsız vəziyyətdə qalırdıq, bilmirdik. Sənin gördüyün işlər möhtəşəmdir. Mən sənə can sağlığı arzulayıram, gözəl günlər arzulayıram, daha geniş, əhatəli iş arzulayıram və ümid edirəm ki, sən daha da böyük işlərə nail olacaqsan. 7 özü bir müqəddəs rəqəmdir və hesab edirəm ki, bu 7 müqəddəs rəqəmin arxasında sənin üçün bir uğur var, sənin üçün bir nailiyyət var və düşünürəm ki, sənin nailiyyətlərin, uğurların daha çox olacaq. Həmişə biz ümid edirik ki, sənin sayəndə Qarışlaq News 24-ün sayəsində daim şad xəbərlər eşidəcəyik. Bütün cəmaatımız, hər birimiz sənin paylaşdığın, sənin təqdim etdiyin gözəl şad xəbərləri eşidəcək. Mən səni bir daha təbrik edirəm, səni bağrıma basıram, sən ən yaxşılara layiqsin. Onu da deyim ki, Qarışlaq News 24 kanalının üzvlərinin sayı durmadan artır, çoxalır. Bu da özü gözəl bir nailiyyətdir ki, sən buna nail olmuşsan. Bir daha təbrik edirəm, sənə gözəl günlər, sağcan arzulayıram.